hər bir prosedurda var ki... Əslində həkimini dinləmək lazımdır. Bəli, dinləmək lazım ki, protokolla, məsələn, mən bəzən deyirəm onu, deyirəm İspaniya preparatı məsələn, istifadə ediriksə, deyirəm İspaniya protokolu, yəni bu dərmanı yaradan ölkə zavod protokolla 3 seans deyir. Amma biz Azərbaycan sayağı protokolla tətbiq edirik. Çünki bizim pasientlər hər birinə şamil deyil, amma çoxsu bir seansa wow effekt alıb və bununla da bir il yetinmək istəyirlər və bəziləri inanın 50-ci, 60-cı yaşlarda müraciət edib bununla yetinmək istəyirlər. Yəni bu mümkün olan bir şey deyil. Protokolla tam qaydada tətbiq etsək egzozomu, bəli, 21 və ya 1 ay intervalla, 21 gün və ya 1 ay intervalla 3 dəfə tətbiq etsək çox gözəl nəticə alırıq. Egzozomun digər biolardan falan fərqi odur ki, bir neçə patologiyanı bir seansa əldə edir. Çünki tərkibində böyümə faktoru vardır, ləkə varsa, çapıq varsa, rəng ton bərabərsizliyi varsa, məsamə varsa, hər birini xırda qırışlar, dərin qırışlara şamil edilmir, amma xırda qırışların açılması və ən əsası üzə o yumşaqlıq, üzə o effekt, freşlənmə, yenilənmə və bu uzun müddətli, yəni bir həftəlik, 10 günlük deyil də uzun müddətli bu effekti verir. Əlbəttə ki, bu hər bir xanımıza mən hər zaman deyirəm, heç olmasa ildə bir dəfə də olsa egzozomu edib, digər prosedurlarla da növbəli şəkildə etsək, çox gözəl nəticəni əldə edirik və bunlar indi öz sahəmdir deyə demirəm. Yəni bunlar hər bir pasiyentə necə ki daxildən D vitamini qəbul edirik. Bəzən pasiyentlər heç həkimdən soruşmadan gedib aptekdən alıb içirlər. Sinkdir, selendir, dəmirdir. Təyinatsız. Bəli, təyinatsız edən var. Yəni bunu düşünürlər ki, bu bizə lazımdır hardasa. Bəli, müsbətdir, amma mütləq şəkildə həkim rəyi olmadan olmaz. Yəni bu da elə bir şeydir ki, üzümüzə lazım olandır və onu biz daxilə tətbiq edərkən bağırsaqdan nə qədər soğuracaq, nə qədər bizim üzümüzə effekt olacaq. Hazır biz bunu hazır inyeksiya şəklində cəmi 5 dəqiqəyə üzümüzə yeridərək və tam gözəl deyərdim ki, yəni 100% nəticəni, çünki hər biri də dərmanın 100% hamısı özə yeridildi. Nəticəmizi əldə edirik. Nəticə əldə etməkdə də individuallıq da önəmlidir və etdiyimiz prosedur da önəmlidir. Ona görə də mütləq proseduru hər zaman pasiyentlərimə deyirəm, mən təyin edib onların dərilərinə uyğun, dəri tipinə uyğun həkim təyin etməliyəm. Çünki o dərman preparatları, kosmetoloji preparatlara bəzən bir karokkada olan bir preparat kimi baxırlar. Xeyr, bunlar bir dərman maddəsidir. Onların dərman maddəsi kimi sertifikatı vardır və onların tərkibini, məsələn, mən öz sahəmdir deyə əzbər bilirəm. Digər sahənin həkimləri onu bizim qədər bilə bilməz. Tərkiblərə baxaraq biz artıq ölkəyə yeni bir dərman gələndə, ya xarici konfransa gələndə bir dərman görəndə biz orada heç, yəni dil bilməyə belə ehtiyac yoxdur. Dərmanın tərkibinə baxanda bilirəm ki, bu pasiyentə nə effekt verəcək.